Deməli, avtomobil həmişə mən deyirəm ki, sürə bilənin əlində böyük xoşbəxtlikdir. Və avtomobil sürə bilməyən əlində gələcək fəlakətlərə aparan bir cihazdır. Mən çox fikirləşmişdim ki, necə eləmək olar ki, kurslarımızda insanlar qəzaya düşməsinlər. Adi kurslarda siz düz deyirsiniz. Adi şeylər öyrədirlər, yalnız ütülənmiş versiya öyrədirlər. Amma qəza əleyhinə kurslar, intellektual qəza əleyhinə kurslar, izah edirəm. Alınmır drift. Alınmır kəskin hərəkətlər eləməyə, məsələn, çox kəskin hərəkətlər adın alınmır. Çünki maşın həddindən artıq çoxdur. Bəs necə qəzaya düşməmək? Öncədən görməyin hesabına. Öncədən hadisələri görməyi öyrədirik ki, bu buradan çıxsa mən nə edəcəm, avtobus üstümə gəlsə nə edəcəm, piyada qaçsa nə edəcəm, ağacın dalından insan çıxsa nə edəcəm. Əvvəlcədən bunu öyrədərək, yəni intellektual özünü qoruma metodlarıdır bu. Əvvəlcədən öncəni görməni öyrətməklə insanları qəzadan qaçmağı öyrədirik və minlərlə, yüzlərlə tələbələrimiz var. Yaxşıdır drift, yaxşıdır öyrənmək, imkan daxilində öyrənirik. Tətbiqi çətindir. Şəhər içində onu yalnız siz deyən meydançalarda, böyük meydanlarda eləmək mümkündür. Şəhər içində hayf ki, o variantları eləmək çox çətindir. Mən razıyam. Mən razıyam. Və statistikada göstərir ki, hadisələr ən çox ağır hadisələrə faiz etibarilə təzə sürənlər yüngül qəzalara düşürlər. 10 ildən çox stajı, 15 il stajı olan sürücülər daha çox qəzaya düşürlər. Niyə? Mənənlik hissi gəlir insana 10 ildən sonra. Mən hər şeyə qadirəm hissi gəlir. Mənə qorxulu bir situasiya ola bilməz və bu olan kimi insan qəzaya düşür. Deməli, elə insanlar var ki, onlar maşın sürməsə yaxşıdır. Maşın sürməsə yaxşıdır. Aqressiv insanlar var. Yəni, bilirsiniz necədir? Və özünə həddindən artıq güvən, özünə güvən yaxşı şeydir. Amma ifrat dərəcədə özdə əsası olmayan özünə güvən insanları qəzalara aparır. Məsəl üçün, ondan başqa bəzi sürücülər maşına doğrudan əyləncə gözü ilə baxırlar. Amma maşın əyləncə üçün deyil. Məsəl üçün, belə bir sindrom var. Gör qardaşın indi nə edəcək? Bunun xalq arasında, pis sürücülər arasında adı gör qaqan nə qaracaq. Bu cümlə yüzlərlə sürücünün bu həyatda dediyi son sözlərdir. Bunu deyib, güya ki, nəsə göstərib hadisəyə düşürlər. Maşında 2-3 dost olur, videoları da var. Məsələn, arxadakı da videonu çəkir, qabaqdakı sağ, sol, sürəti artırmaq, getdi girdi avtobusun altına, getdi girdi, nə bilim, kanala, getdi girdi. Yəni, bunun axırı yoxdur. Bilirsiniz necədir? Mən hərdən fikirləşirəm ki, niyə bəzi insanlar sükan arxasında özünü göstərmək istəyir, əyləncə vasitəsi kimi baxmaq istəyir. Mənə elə gəlir ki, həyatda öz sahəsində, işlədiyi sahədə uğur qazanmayan, ailə həyatında bəlkə də uğur qazanmayan, dostlarla münasibətdə uğur qazanmayan insan nəsə bir sahədə uğur qazanmaq istəyir ki, yox, mən bu həyatda nəyəsə qadirəm. Baxın, o birilər 30 ilə gedəndə mən saatda, məsəl üçün, 150 ilə gedirəm. Hansı ki, o yerdə sürət 30-dur. Baxın, bu sahədə də mən üstünəm. Bax, mənə elə gəlir ki, bəzi bu natamamlıqdan irəli gələn şeydir. Bəlkə də başqa səbəbləri də var, amma mən bunu belə görürəm. Ehtiyac var psixoloji müayinəyə həmin sürücüləri yoxsa yox? Mütləq. Amma bilirsiniz necədir? Bu, məsəl üçün, yol polisində imtihanda elə psixoloq da olsa yaxşı şeydir. İş orasındadır ki, güclü psixoloq insan qabağında oturanda nə qədər rola girsə də, aydın məsələdir ki, aqressiv insan da vəsiqə almanın xətrinə özünü quzu balası kimi aparacaq. Amma maraqlı odur ki, o güclü psixoloq suallarla, yavaş-yavaş, yaxşı müstəntiq kimi deməli, cinayətin boynuna almayan insana elə suallar verir ki, özü boynuna alır. Eləcə də o psixoloq elə suallar verə bilər ki, onun iç yüzü açılsın. Mütləq lazımdır ki, psixoloji test. Ondan başqa bir şey də lazımdır. Nə? Almaniyada idiotun testin adında bir şey var. Yəni, qırmızıya dəfələrlə ki, 3 dəfə qırmızıya keçdinsə, sənə çağırırlar ki, gəl bura. Sənin deyəsən, nəsə havalısan. Rəng seçimində də problemin var. Sənin nəsə havalısan sən deyəsən. Gəl bura görək bir söhbət eləyək. Sürücülük vəsiqəsi də əlindən ala bilər, məhdudlaşdırıla bilər. Bax, belə şey də olmalıdır. Əgər insanın, yol polisində siz bilirsiniz ki, hər sürücünün illər boyu onun dosyası var da. Yəni ki, onun deməli, necə sürüb, nə tər olmalı. Əgər bir adam bir ayda 3 dəfə qırmızıya keçirsə, onu çağırmaq lazımdır. Belə bir şey olmalıdır ki, 3 dəfə eləmirsən. Artıq buna görə qanunvericilik dəyişməlidir ki, 3 dəfə qayda pozmusansa, qırmızıya keçmirsənsə, sən normal adam deyilsən. 3 ay səni elə bil ki, get bir 3 ay maşın sürmə, ağıllan gəl bura.